13-cü sualımızda qalmışdıq. 13-cü sualımız necə olur? Belə deyim ki, yazacağıq 36 01 nömrələyəcəyik. Olacaq nə? 3 vurulsun 8 üstü 1, yəni 24. Üstə gələk 6 vur 8 üstü 0. 8 üstü 0 1-ə bərabərdir. Bir dəfə 6-nın 6 30. Bu elədi 30. Gəldik 0 1 bunu nömrələyəcəyik. Olacaq nə verəcək bizə? F vurulsun 16 üstü 1 üstə gələk 5 vurulsun 16 üstü 0. 16-nı F-də bizə nədir? 15. Bu elədi 240. Üstə gələk. 16 üstü 0, 1, biri də 5-ə 5. Elədi 245. Burada bizdə şərtimiz necədir? 240. Belə deyim ki, bizdə şərtdə neyəcək? 240-dan qaydamıza əsasən çıxacaq 30. Qalacaq nə? 245 deyəsən. Aha, 5-imiz də var. 245 çıxaq 30. Qaldı nə? 215. Amma ki, bizdə bilirik də bir tərəfdə bərabər olmayanda, bir tərəfdə bərabər olanda sadəcə çıxırıq. Ona görə 245-dən 30-a çıxanda doğru variantımız Y variantı olacaq. Gəldik növbəti sualımıza, 14-cü suala baxırıq. 14-cü sualda necə yazacağıq? Bizdə verilibdir ki, sualımızı oxuyaq. 32x bərabərində y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini müəyyən edin. Aha, biz birinci nə etməliyik? Buradan yazım. Bunu 32 çevirməliyik. Bu eləyəcək bizə nə verəcək? 3x üstə gələk 2. Bu birisini də çevirsək, bizə nəyi verəcək? 4y üstə gələk 3. Bunu da 3x üstə gələk 2 bərabərdirsə, 4y üstə gələk 3. Buradan 3x bərabərdir 4y üstə gəl 1. 4y-də, gəlin buradan yazım, 4y-də bərabərdir 3x çıxaq 1. Buradan da y bərabərdir 3x çıxaq 1. Bölək nə? 4. İndi bizdə ən kiçik, biz bilirik ki, onsuz da burada 4 olmayacaq. Çünki 4 dörtlük say sistemində ola bilməz. Elə bunu çıxırıq. 5 qoysaq, 5 dəfə üçün 15, 15-dən 1, 14, 14 4-ə tam bölünmür. 6 da eyni kimi, 8 də eyni. 7-ni götürəcəyik. 7 dəfə üçün 21, 21-dən 1, 20. 20-ni də 4-ə böləndə 5. Y-imizi aldıq 5. Aparıb y-imizi 5 aldıqsa yerinə qoysaq 4 dəfə 5-in 20. 3x çıxaq 1. Düzdürmü? 3x də bərabər olacaq nəyə? 21-ə. X də bərabərdir 7-yə. Deməli, bizdə də onsuz da nəyi soruşur? X-in ən kiçik qiymətini müəyyən edin. 7-ni belə deyim ki, almış olduq. Aha. Gəldik 15. 15-də nə deyir? 100 onluq ədədin əsası 9 olan, 100 onluq ədədin əsası 9 olan say sistemində təsvir edin. Deməli, bizdə 100 onluqdadır. 9-luq say sistemində istəyirsəm, yəni açıq şəkildə yazacağım ki, başa düşsün hər biri. Bir dəfə 9-un 9, 1 qaldı. 11-i 9-a, bir dəfə 9-un 9. Yəni, bizdə burada bunu bilirik də, onluqdan hansı say sisteminə keçəndə 8-lik ya 9-luğa belə deyim ki, bölürük. 11-dən də 9-un çıxanda 2. 1 9-a bölmə saxlayırıq, olacaq 1, 2, 1.
Bu belə. 9'lu say sistemində olur. Gəlirik, baxırıq 16-cı suala. 16-cı sualda, aha, 16-cı sualda qüvvət şəklində göstərməyə çalışacağıq. Necə göstərəcəyik? 1358-in yazılışında birlərin sayını müəyyən edin deyir. Burada baxırıq 1358 2 üstü 10 yaza bilərik. 2 üstü 8 düzdürmü? Hələ ki açmırıq, belə deyim. 2 üstü 6 2 üstü 3 düzdürmü? Gəlin hesablayaq bunu. 256 64 8. Hələ ki 1352 eləyir. Üstə gələk 2 üstü 2. Üstünə də bunun 4 gəlsək 1356. Üstünə də 2 üstü 1'i, yəni 2'ni gəlsək 1358'i verir. İkili yazıcıda birlərin sayı bu bir yanında 10 sıfır deməkdir. Bir yanında 8 sıfır. Deməli 1, 2, 3, 4, 5, 6. 6 dənə nə? Birimiz olacaq. Gəlirik 17-ci suala. 17-ci sualda nə deyir bizə? Aha. 17-ci sualda da baxırıq. Deyir 121x. Bunların üzərin nömrələri yenə deyirik onluğa keçirtməliyik. Onluğa keçirdəndə də olacaq nə? Bu olacaq promo yazaq da x kvadratı üstə gələk 2x üstə gələk x üstü 0 1. Üstə gələk bunun da olsa 5 üstü 0 1 eləyir 1. Düzdür? Bərabərdir. Olacaq nə? 0 1 2. 1 2. 1 vurulsun 7'nin kvadratı nə eləyəcək? 49. Üstə gələk 0'ın bir mənası yoxdur. 7 üstü 0 1 1. Bu eləyəcək 50. Olacaq tənliyimizdə bu tərəfdən yazıram. Baxarsınız zəhmət olmasa. Olacaq x kvadratı üstə gələk 2x üstə gələk 1 üstə gələk. Bunu gəlin birbaşa yazım da. X kvadratı üstə gələk 2x üstə gələk 2 bərabərdir 50'yə. Burada da x kvadratı çıxaq 2x üstə gələk 2x çıxaq 48 eləyəcək. 50'dən də 2 çıxanda 48 bərabərdir 0. Burada da diskriminantı tapsaq 196. Bu da bizdən kökünə çıxacaq 14. Yəni x1, x2'ni də tapsaq təbii ki mənfi 2 üstə gələk 14 bölü 2 bizə nə verir? 6. x2 də bilirik ki mənfi eləyəcək. Bu da eləyəcək mənfi 8. Bizə mənfi lazım deyil. Bildim ki 6'nı götürürük. Gəldik növbəti sualımıza 18. 18'de de eyni qaydada. Yenə üzərin nömrələyirik. Belə deyim, olacaq 35. Üstə gələk 5, üstə gələk x. Üstə gələk bu x'i yazıq. Bərabərdir. Nə olacaq? 108. Yəni 3, 0, 1, 2. Düzdürmü? Biz bunu 3 vurulsun 6 eləyəcək 100. Bunun qüvvəti yüksəldi. 108. Üstə gələk 12. Üstə gələk 15. Yəni 6 üstü 0, 1 eləsək 6 2, 12. 6 üstü 0, 1. Əslində bu 5, 15 yox 5. Aha. Bu belə. Burada da 40 üstə gəl x bərabərdir 125. X də bərabərdir nəyə? 85. Bu da daha doğrusu 85 tapdıq onluqda. İndi bizə bu nə istəyir? 16'lıq say sistemində istəyir. 85'i də 16'ya bölsək nə edəcək?
5 dəfə düşürmü? 3 ya da 8. Bəli, 5-də 55. Gəldik 19-cu sualımıza. 19-cu sualımızda nə deyir bizə? Bizə deyir ki, sinifin bu faizi qız, biz bunu 2, 1, 1, 0, 0 nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Yenə əməlki qaydada bunu onluğa keçirdəcəyik. Bunu onluğa keçirdəndə nə edir? 60%. Düzdür? Bu 100-dən də 60%'in çıxsa, bunundaki bu faizi qızdır. Bunun isə nəfəri oğlan. Sinifdəki şagird sayının onluğunu tapın. 100-dən 60 çıxanda 40% qalırmı? Əgər 40%'in bunu da keçirdəndə bizə verəcək nə? 0, 1, 2, 3, 8, 12. 40%'in 12 oğlandırsa, 100%'in də nə? X. Deməli, burada 40%'in yerdə oğlan qaldı və nəfəri oğlan olarsa, bunun qızdırsa, aydındır mı? Aha. Buradan da x bərabərdir, neçə olacaq? Aha. 12 vurulsun 100 bölünsün 40. Bu da verəcək 30. Yəni, hesablamalarda səhv olsa şərhdə qeyd edə bilərsiniz. 20-də. Aha, 20-ci sualda. Baxın, 0, 1, 2, 3 rəqəmlərin düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir? Yəni, 1 görsüz 0, 0, 4, 2, 0, 0, 1, 3, 0, 0, 2, 4, 0, 0, 3. Bu sıra, belə dedim, sıralayla gedir. Görürsünüz ki, hər bir baxın 0-0 özünün sətirdən bir vahid artıqdır. Sətir bu koddan bir vahid artıqdır. Bundan bir vahid. Görürsünüz, hərəsi sətrin, belə deyim ki, əvvəlindən bu sətir bunun özündən bir vahid artıqdır. Deməli, indi 215-dirsə, deməli, bu da hansı say sistemindədir? 1, 2, 3, 4'lük say sistemində. Onda deməli 215 özündən bir vahid az olanda 214 böləcək 4'ə. 20 3 dəfə 2. 53'ü 4'ə böləcək. Mən açıq tam bölürəm ki, başa düşməyənlər. Düşsün 3 dəfə 4'ün 12. Burada 2 qaldı. 1. 13'ü 4'ə böləcəm. 3 dəfə 4'ün 12. 1. Oldu nə? 3, 1, 1, 2. C variantı. Aha. Gəldi 21'də. 21'də. 21'də nə edirik? Biz bunu keçirdirik. Onluğa 0, 1, 2, 3, 4. Eləyəcək nə? 16 üstə gələk 4. Bu eləyəcək 20. Bu birisi nə eləyəcək? İkinci 0, 1, 2, 3, 4, 5, 6 eləyəcək nə? 64 üstə gələk 32, üstə gələk 16, üstə gələk 4. Bu da bizə nəyi verəcək? 116. Sonra üçüncü bizə nəyi verəcək? Burada da 0, 1, 2, 3, 4, 5. 1 vurulsun 2 üstü 5, yəni 32, 16, 4, 53 eləməlidir. Yenə deyirəm, şifahi hesablayıram. Səhvlər olsa, şərhdə qeyd edə bilərsiniz. Yəni, hesablamada səhv olsa. Bu da 0, 1, 2, 3, 4, 5, 6, 64, 16, 8, 2. Bu da eləyəcək 64, 16, 80, 90. Bu da elədi 90. Bu bizə nə verəcək? 0, 1, 2, 3, 4, 5, 6, 64, yenə 32, 16. Bu da səhv eləmirəmsə 90. Bura kimi gəlir? 16, 90, 32, 122.
İndi bizdə sualda nədir? 4'ə tam bölünənləri belə deyim ki, seçin. 24'ə tam bölünür. Biri 20'dir. Yəni 1 olan variant bunlar getdi. Qaldı beynən. 3 ilə 2'yə baxacağım. Burada nə? 116. 116 da 4'ə neyinir? Tam bölünür. 1, 2 olacaktı. Sonra geldik. Geldik 22. suala. 22. suala geldik. 22. sualda nedir bize? Nəticəsi 50'den böyük olan ifadeleri müəyyən edin. Nəticəsi 50'den yuxarı böyük olanları müəyyən eləmək üçün yenə bunların hər biri mənimlə verdim əzab. Davam edirik. 24. sualımızdan. 24'te beşlik say sisteminin en küçük iki rəqəmli ədədi ilə en küçük iki rəqəmli ədəd hansı olacaq? 1, 0. Beşlik say sistemində üzərinə gəlirik. 9'luk say sistemində en büyük rəqəmli, 9'luk say sistemində en büyük rəqəmli isə 88 olacaq. Biz bunu eləyəcəyik. En büyük edən 10'lukda istəyir. 0, 1 nömrələyəcəyik. Olacaq 5, üstə gələk 72, üstə gələk 8. Bu eləyir bizə nə verir? 85. Məsələn, 85 olacaq cavabımız. 25. sualda nədir? 25, 16 üstü 19. 8'li say sistemində. Mən bunu 2 üstü 4 yazaram. 19. Düzdürmü? Bərabərdir 2 üstü 36, 3'ə də 76 edir. İndi bizdə nəsə 8'li say sistemində. Biz bu ikili say sistemində bir yanda 76 sıfırdır mı? Elə 76'nı da 3'ə bölərəm. Düzdürmü? Açıq şəkildə yazıram ki, başa düşülsün. 15, 1. 1 qalıq qalır. Demişik ki, 1'i, 2'nin qalığı, 2'nin qüvvətində göstərir 2. İlk rəqəm 2 ilə başlayacaq. 25'də sıfırların sayını bildirəcək. Burada da bize ilk rəqəm başladığını soruşur. Olacaq cavabımız 2. Gəldik 26. 26'da yenə üzərini yenə nömrələyirik. Olacaq. Nədə hər dəfə nömrələmək istəmirəm. Belə deyirəm ki, siz başa düşün deyə nömrələyirəm. Yəni belə yazmaq olur. Olur nə? 1 vurulsun. Baxın buradan yazacağım. 1 vurulsun x üstü 1. 0, 1, 2 olur mu? Bunu açacağıq. Olacaq nə? X kvadratı üstə gələk 2x üstə gələk 1'in kvadratı 1. Sonra 1 vurulsun x üstü 0, 1'dir. Üstə gələk 1 eləyəcək. Bərabərdir. Buranın da bu tərəfidən məlum məchul eləsək, nə olacaq? X kvadratı üstə gələk x üstü 0, 1, 1. Üstə gələk 1, 16, 16 üstü 0, 1, 16 üstü 1, 17. Bu da elə obşa edir, 18. Burada da x ilə x kvadratı ilə x kvadratı gedəcək, qalacaq nə? 2x üstə gələk 2, bərabərdir 18. 2x də bərabərdir 16, x də bərabərdir nəyə? 8'ə. Yirmi 7. sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. Bizdən nəyi soruşur? 54, yəni bunların hansına uyğun gələcək? Birlərin sayın, bunları müqayisə edəcək. 54. Belə deyim ki, bu 10'luqdan ikiliyə keçində bir qaydamız da var. Belə deyim. Hansı qaydadır ki o? 54 2'yə böləndə
Tam üstə neçə düşür? 27. Yəni cavab 27. 27-ni 2-yə böləndə neçə düşür? 13. 13-ü 2-yə böləndə neçə düşür? 6. 6-nı 2-yə böləndə 3. 3-ü 2-yə böləndə 1. Təklərin altından 1 yazırıq. Cütlərin altından nə yazırıq? 0. İndi bizə nə deyir birincidə? Ədədin ikili yazılışında birlərin sayı sıfırların sayına 2 vahid çoxdur. Bəli, 2 vahid çoxdur. 54-ə gedəcək ya. Sonra B-yə baxırıq. Ədədin ikili yazılışında birlərin sayı sıfırların sayından 5 vahid nədir? Azdır. Aha. 5 vahid azdırsa üzürlü sayın. Belə ədədin ikili yazılışında birlərin sıfırların sayından 5 vahid azdır. Yox. Yəni bu birinciyə getməyəcək. C-yə baxırıq. Ədədin ikili yazılışında sıfırların sayı birlərin sayının 2 dəfə azdır. 2 dəfə azdır. Düzdür. C düzdür. 2 ya birlərin sayı sıfırların sayına bərabərdir. Xeyr. 2 ya sıfırların sayı birlərin sayının bir vahid çoxdur. Xeyr. Gəldik ikinciyə. İkinci sualda isə 76. İndi gəlin bu 76-nı da ikiliyə keçəndə bu şəkildə, bu qayda ilə belə deyim, keçmək daha rahatdır. 76-nı 2-yə bölsək 38, 38-i 2-yə bölsək 19, 19-u 2-yə bölsək 9, 9-u 2-yə bölsək 4, 4-ü 2-yə bölsək 2, 2-ni də 2-yə bölsək 1. Yenə təklərin altından 1, cütlərin altından 0. İndi bizdə nə idi? Burada ikili yazışı birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Xeyr. İkili yazışı birlərin bunsuz da buna uyğun getmişdi. Daha doğrusu bu getməmişdi. Birlərin sayı sıfırların sayından 5 vahid azdır. Xeyr. Ədədin ikili bu aya birinciyə getmişdi. Aha. D-də ədədin ikili yazılışında birlərin sayı sıfırların sayına bərabərdir. Xeyr. Ədədin ikili yazılışında sıfırların sayı birlərin sayından bir vahid çoxdur. Bəli. 2-yə gedəcək nə? Y. 1-ə də nə getmişdi? Ayna C getmişdi. Aha. İndi gəldik. Silmirəm ki, silinməsin. Bir də o bizlər. 37. Gəlin 37-ni keçirdək. İkiliyə. 37-ni 2-yə böləndə düşəcək 18. 18-i 2-yə böləndə 9. 9-u 2-yə böləndə 4. 4-ü 2-yə böləndə 2. 2-ni 2-yə böləndə 1. Yenə burada səhv eləmədim ki, 4-ü 2-yə böləndə 2, 2-ni 2-yə böləndə 4. Burada 4-ü 2-yə böləndə 2, 2-ni 2-yə böləndə 1. 2, bəli, 2-ni 2-yə də böl. Birlərin altından, təklərin altından 1 yazacaq. Cütlərin altından nə? 0. Burada nəsə səhvlik eləmişəm. Bircə dəqiqə. Nəsə səhvlik eləmişəm. Hesabımda nəsə səhvlik getdi. 37 idi, düz deyilmi? 37-ni 2-yə böləndə 18, 18-i 2-yə böləndə 9, 9-u 2-yə böləndə 4, 4-ü 2-yə böləndə 2, 2-ni 2-yə böləndə 1. Təklərin altından 1 yazıram. Cütlərin altından 0. İndi bizdə bunsuz da AC buna gedib. Bizdə qalmışdı deyəsən bir dənə D. Ədədin ikili yazılışında birlərin sayı sıfırların sayına bərabərdir. Bəli, 3, 1 burada, 3 dənə də 0 burada. Buna da gedəcək nə? D variantı.
Bu belə. Geldik hansı suala? Sonuncu sualımıza. 28. 28. sualda ne istəyir bizden? Yine bunu neyinirik? Onluğa keçirdirik. Onluğa keçirtmək üçün də dedik neyinirik? Üzəri nömrələyəcəyik. Yəni 0, 1, 2, 0, 1, 0, 1, 2. Nömrələdikdən sonra nə olacaq? Bu olacaq x kvadratı üstə gələk 3x üstə gələk 4. Üstə gələk 3x üstə gələk 0, 1, 2. Bərabərdir. Bu da eləyəcək nə? 2x kvadratı üstə gələk x. Burada da x kvadratı çıxaq 5x çıxaq 6 bərabərdir 0. Y terminə görə burada x 1 bərabər olacaq mənfi 1-ə. x2 olacaq 6. Bizə mənfi 1 lazım olmadığı üçün, yəni mənfi say sistemlərində yoxdur. 6 doğru cavab olacaq 6. Gəldi 29-cu suala. 29-da da yenə 29-da onluğa keçirdəcəyik. 0, 1 olacaq nə? 6 vurulsun 8 üstə gələk 5 bərabərdir. Bu da 0, 1, 2 yazsaq 3q kvadrat üstə gələk 2 üstə gələk nə? 1. 3q kvadratı üstə gələk q üstə gələk q üstə gələk 1. Çıxaq 53 bərabərdir 0-a. 3q kvadratı üstə gələk q. Yəni işte 52. V teoreminə görə nə olacaq? Q1 bərabər olacaq 4. Q2 də bərabər olacaq mənfi 26 bölü 6. Bu mənfi olmayacaq. 26 bölü 6 olacaq. Bu mənfi olmayacaq. Cavab 4 götürəcəyik. Gəldik 30-cu sualımıza. Sonuncu sualımız. Sonuncu sualımızda nə isə? Ədədlərin azalma sırası ilə yazın. Azalma sırası ilə yazın. Birinci neyəcəyik? Bunları onluğa keçirdəcəyik. 0, 1, 2. 143'ümüz bərabər olacaq 6'lıq say sistemində nəyə? 1 vurulsun 6'ın kvadratı 36. 36'ın üstə də 24. 24 üstə də 3, 27. 27 üstə də 36, 63. Sonra 50'ni çevirsək, verəcək bizə nə? 5 dəfə 9'un 45. Düzdür mü? Sonra 1, 2, 2, 3 dənə 2 var. Üçlü say sistemində. Bunu da çevirsək 0, 1, 2, 3. Olacaq nə? 3'ün kubu, yəni 27. Üstə gələk, 3'ün kvadratı 9, 9'u da 2'yə 18. Üstə gələk 2, 3, 6, 6, 8. Bu da bizə verilmə 53. Sonra növbəti hansıdır? 1, 0, 1, 1, 4'lükdə 0, 1, 2, 3 olacaq 0, 1, 2, 3. Hələ bunu həll edirik. Bəli. Olacaq 1 vurulsun 4 üstü 3. 4 üstü 3. Üstə gələk. 0'ın bir mənası yoxdur. Belə deyim. 0'ın bir mənası yoxdur. 1 vurulsun 4. Üstə 4. 4'ün üstə də 1. 5. Bu dedici 69. 53. 63.
45, 69 qaldı. Bizim sonuncu. Sonuncu bu. 0, 1, 2, 3, 4, 5. Bunu da misalı yaxşı köçürdüm, qarışdırmayasınız deyə. 32 üstə gələk 16 üstə gələk 0'ın bir mənarı yoxdur, yazmıram. 1 olsun 2, 2, 2 üstə də 1, 3. Bu da bizə verəcək nə? 19, 51. Aha, bizə nə deyir? Azalma sırası ilə düzülməlidir. Azalma sırası ilə düzülməlidir ki, deyəndə böyükdən kiçiyə qədər. Belə deyim ki, azalma sırası ilə düzəcəyik. Olacaq birinci nə? Deyə buradan yazıram. 1001, 1, 0, 1, 1. Daha doğrusu. Sonra olacaq 63 böyükdür. Bundan 69, sonra 63. Yəni 143. Və say sistemi yazmıram. Əsası bilirik ki, 6 da orada verilir. Sonra 53 gəlir. Yəni 1, 2, 2, 2. Sonra gələcək 51, ondan kiçik olan 51 də bu sonuncu olandır. 1, 1, 0, 0, 1, 1. Və sonuncu 45. Yəni 59'lu say sistemində. Bu qədər. Yenə sualınız olarsa şərhlərdə qeyd edə bilərsiniz. Hesablamalarda səhv olarsa, səhvlik olarsa qeyd edərsiniz. Diqqətiniz üçün təşəkkürlər.